Azərbaycan çox pis futbol oynayır, çox qrubu, çox sərt səhvlərə yol verir. Və mən bir nəticəyə gəldim ki, nəyə görə Azərbaycan milli futbol üzrə milli komandası çox zəifdir. Baxmayaraq ki, Azərbaycanda var, məsəl üçün, Qarabağ yaxşı çıxış edir. Deməli, Azərbaycan milli yığma komandasını təmsil edəcək insanlar Azərbaycan vətəndaşı olmalıdır ki, bunlar da bir zamanlar əvəzedici komandalarda oynayanlar, 13-dən daha əsas komandaya qədər qalxanlar və yaxud da bu ərəfələrdə transfer olunan Azərbaycanlı futbolçulardır. Bunlar qalxanda nə olur? Əsas komandaya qalxanda nə olur? Bunlar görürlər ki, futboldan əlavə necə ki, elə bunların öz əvəzedicisində də elədir. Sən özündən böyüklərə hörmət eləməlisən. Özündən ki, aşırı dərəcədir, özündən böyüklərlə çox oturub dura bilmirsən, deyib gülə bilmirsən. Bəzi müxtəlif qadağalar var, onlar sənə onsuz da uşaq kimi baxırlar. Əvvəl belə idi, hardasa 5-7 il bundan öncə. İndi də bilmirəm, qalıb bu yoxsa yox. Çünki həmən vaxt uşaq kimi baxılan cavanlar hal-hazırda milli komandada oynayır ki, o öz güvənsizliyin nəticəsi idi ki, hətta sən məşqdə həmən böyüyün ayağının arasından top ata bilməzdin, məsəl üçün. Mecnun ata bilməzdin ki, gələr sənin ayağını sındırar. Və yaxud da bu hörmətsizlikdir. Amma məsəl üçün Lüksemburqda belə bir düşüncə tərzi yoxdur deyənə, hətta Azərbaycandan aşağı səviyyə olan milli yığma futbol komandaları var ki, onlar zəif də çıxış eləsələr, baxırsan ki, sərbəst oynayırlar. Çünki onlar beyinlərində heç vaxtı məhdudiyyət olmayıb, onlar utanmayıb, onlar böyüklərdən mecnunluq dağıtıb, alladıb da, məşqlərdə istədiyini deyilib də, onlara heç kim, heç bir kritika bildirməyib. Amma bizimkilər hər zaman kritika bildirilib, səhv tutulub, olmaz, hörmətsizlikdir, ora-bura. Bu adam da gəlir milli komandaya çatanda, kreativlik vaxtı gələndə bu artıq heç nə eləyə bilmir. Heç nə eləyə bilmədiyinə görə də çox kobud səhvlərə və səhvlər çevrilir gülməliyə. Ona görə də nəticə nədir? Nəticə odur ki, Azərbaycanda futbolun inkişaf eləməyini istəyirsənsə, birinci Azərbaycanda düşüncə tərzini dəyişdirməlisən. Ümumi düşüncə tərzinə və bu danışdıqlarım təkcə futbola yox, çox şeyə aiddir. Çox idman sahəsinə, çox iş sahəsinə, hətta həyat sahəsinə. Nə vaxta kimi ki, Azərbaycanda böyük təbəqə elə hiss eləyəcək ki, kiçik təbəqə onlara nədəsə borcludur. Kiçik təbəqənin öz güvəni heç vaxt çoxalmayacaq və uğur çox zaman əl çatmaz olacaq. Bu mənim hal-hazırda gəldiyim nəticədir, futbola baxa-baxa. Çünki neçə ildir baxıram və neçə ildir ümidvarıq ki, futbol dəyişəcək. Amma o birdən-birə heç nə olmur ki, biz o birdən-birəni artıq neçə ildir gözləyirik. Mən bunu bir futbol fanat kimi yox, sadəcə olaraq öz düşüncə tərzi olan adi bir sıravi insan kimi bildirdim. Çox güman ki, də sizlə paylaşaram.